and olsun Allaha qızlar. Anam biz hər günə 1 kilo yarım çəki atır. Hər gününə. 118 kilo 3 gündür başlayıb mamam. 118 kilodan düşüb 114 kiloya mamam. Yəni mən şokdayım anamın iradəsinə, ilahənin tədbir elədiyi marafonlardan, o dadlı yeməkləri hazırlanmasına, ərinmədiyinə, gəzməyinə. Yəni mən həqiqətən şok yaşayıram. İnanın səmimiyyətimə. Görmüşəm mamanın kilosunu. Tərəzidən də əlavə mamanı həyatda, realda, yəni əməli başda üzünün düşdüyünü, bədənindəki o incəliyi. Mamam biraz belə dolu xanımdır, bir çoxları bilirlər. Yəni əməli başda mən bunu hiss edirəm və gözlə görsənəcək dərəcədə. İndi tərəzilərin də çəkimini göndərəcəm, yerləşdirəcəm burada. Əvvəl sonraya bir də nəzarət eləyib baxarsınız. Özünüz də gözdən keçirdin, görün. Yəni ilahənin marafonlarının, sir diyetinin gücü. Yalan danışmayacağım. Çünki düz 2 gündür mən diyeti pozmuşam. Əslində yəqin ki görürsüz son günlərdə, ancaq mən ad günlərdə, toylarda, şənliklərdə, Allah hər kəsin evinə qismət eləsin. Evimizdə qonaqlar, yəni ki başım yeyib içməyə qarışıb. Qorxumdan da ilahəyə, nə də ilahənin qrupuna cavab verə bilmirəm. Qızlar da yazırlar, zəng edirlər. Cavab verməm, qorxuram çünki 2 gündür riayət eləmirəm. Necə riayət eləmirəm? Əslində çörəyi yemirəm, şirniyyatdan uzaq durmuşam, qazlı içki çalışıram, içməyim, Red Bull falan, misal üçün Fanta, Cola belə içkilərdən içməyim, çalışıram uzaq durum. Amma ki, desəniz ki, 7-dən sonra əslində yüngül bir şeylərdə qatıq falan, xiyar belə yemək olar. Amma mən toylarda olduğum üçün təəssüf hissi ilə bildirəm ki, 2 gündür çəkim 200 qram artıb. Amma pis deyil. Yəni yaxşıdır, çox şükürlər olsun. Çünki o da axşam yediyim üçündür. Qızlar, mən bir tərəfə. Mənim anam gücü nədir, nəyə qadirdir? Həqiqətən halal olsun. Xanım həm marafonları insanlara keçirməklə də yanaşı psixoloji tərəfdən çox gözəl təzyiq göstərir. Mənim mamam illərlə də diyetdən uzaq duran adamdır. Necə diyet saxladığını görüb, yəni şoka düşmüşəm. Qızlar, son toy çəkilişimi yəqin ki görmüşdünüz Nəcibənin toyunda. İzləyicilərim mənə yazırlar ki, yəni həmən o son postun bir dənə altına girin, rəyləri oxuyun. Hər kəs yazıb ki, necə belə incəlmisiniz, necə belə gözəl bədən quruluşuna sahib olmusunuz, sizə incəlmək necə gözəl yaraşır. Doğrudan qızlar, rahat bir şəkildə, əlavə olaraq, necə deyim, belə acından ölməməklə və yazılan o marafonda sizə göndərilən reseptlər var. O qədər rahat, həm yeməkləri dadlı, ləzzətli. Bir marafonda, bir diyetdə sizə xəngəl, düşbərə, xəmir xörəkləri belə yeməyə icazə verirlər, amma vaxtında, vaxtları var. Yəni İlahə xanım o qədər belə tələbkardır. Hirslənə də bilər sizə, əsəbləşə də bilər. Yəni onu altdan almayın dediyi hər sözdə, hər kəlmədə haqq var. Çünki əgər istəyiriksə biz sağlamlığımıza qovuşaq, istədiyimiz bədən ölçüyə düşək, gedib gizlin yemək yeməməlidir. Vaxtı var. Hər birinə o qədər uyğun şəkildədir ki, marafona qoşulmaq, yəni çox uyğun qiymətədir. Sizlərin hər biriniz qoşula bilərsiniz, qəşəng çəki ata bilərsiniz. Aşağıda qeyd edirəm sir diyetin səhifəsinə. Qoşulursunuz, həm sağlam şəkildə arıqlayırsınız, həm İlahə xanımın psixoloji seanslarından keçərək arıqlayırsınız. İstədiyiniz bədən ölçüyə düşürsünüz, komplekslərinizdən azad olursunuz və ən əsası enerji dolu olursunuz. Enerjiniz o qədər gözəl, o qədər yüksək olur ki, yəni zövq alırsınız. Aşağıda qeyd edirəm sir diyeti. Yazın, soruşun ətraflı şəkildə. Mənim incəlməyimdə, anamın da çəkisinin belə tez bir zamanda atmasına səbəb sir diyet oldu.